Heydər Əliyev prospektində baş verən qəza ilə bağlı araşdırma aparılır. Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən Qobalyevo aza verilən məlumata görə Nəcəfov Anar Şahmaroğlu idarə etdiyi BİD markalı 77-524 dövlət qeydiyyat nişanlı avtomobillə Ələsgər Qayıbov küçəsi ilə hərəkətdə olan vaxt idarəetməni itirərək körpüdən aşıb və hərəkətdə olan 99 JN 288 dövlət qeydiyyat nişanlı Ford markalı avtomobilə çırpılıb. Hadisə nəticəsində iki avtomobilə maddi ziyan dəyib və BİD markalı avtomobilin sürücüsü Anar Nəcəfov xəsarət alıb. Faktla bağlı Nizami rayon polis şöbəsində araşdırma aparılır. Nizami rayonu Heydər Əliyev prospekti ərazisindən yol nəqliyyat hadisəsi baş verməsi səbəbilə Sabunçu Tibb Mərkəzinə aprelin 10-da saat 15:10 radələrində 2 nəfər, bir kişi, bir qadın hospitalizasiya edilib. Qobalyevo az məlumat verir ki, bu haqda reportun sorğusuna cavab olaraq təbibdən qeyd edilib. Qeyd olunub ki, döş qəfəsinin əziyi diaqnozu təyin edilən 1976-cı il təvəllüdlü qadına zəruri tibbi xidmətlər göstərilib. Məziyyəti qənaətbəxş olan şəxs ambulator müalicə üçün evə buraxılıb. 1974-cü il təvəllüdlü kişiyə sol dizin kəsilmiş yarası diaqnozu təyin olunub. Hazırda müalicəsi davam etdirilir, vəziyyəti stabildir.